Azərbaycanda dolmanı və kababları bu şəkildə təqdim edən bir məkan görmüşdünüz. Məkan sahildə bir neçə gündə açılıb. Kabab sifariş edirsiniz, havadan asılmış şəkildə gəlir. İçəri girən kimi özünü qədim Azərbaycan evlərində hiss edirsən. Xalça hissəsi, qədim dekorativ qablar, milli ruhumuz burada tam hiss olunur. Sizlər sifariş etdiyiniz yeməyin dadından əvvəl təqdimatına heyran qalırsınız. Mən belə bir təqdimatlar hələ Bakıda görməmişdim. Quyruq yağlı yarpaq dolması çox ləzzizli idi. Pivə qəlyanatlarının təqdimatı belə şəkildə olur, hər birinin dadı da çox uğurludur. Açığı düşünməzdim ki, masamıza gələn hər bir yeməyi mən bu qədər bəyənəm. Kabab olalı belə təqdimat görməmişdik. 2-3 nəfər rahatlıqla sifariş edə bilər. Ətlərin dadları da çox yaxşı idi. Kababların yanında qarnir və sosların da olması mənim çox xoşuma gəldi. Bruschetta təqdimatı da yenə gördüyünüz kimi çox maraqlı idi. Ağır yeməklərdən sonra krevetkalı, sağlıqlı belə bir salat da çox yaxşı alındı. Yeməklərdən zövq aldığım qədər interyerdən də zövq aldım. Sali metrosunun 3-4 dəqiqəlik məsafədə yerləşir.